Mən evə nə vermişdim yoldaşlar sizə? Yoldaşlar, evə nə vermişdim sizə? Bir o dəfə yox, hatırlamaq istəyirəm, mənim onu vermişdiniz. Yəni 40-dan sonra kimi yazmamışdı. Neçədə? O neçə idisə dəqiqə, 2 nöqtə neçə idisə, mənim 4 idim neydi? Onu vermişdiniz 40-dan sonrasına. 2.4-27-yə qədərdir say sistemindən. 2.3 40-dan sonra. 2.3. Başa düşdüm. 2.3 40-dan sonra. Tamam. 2.4 2.5-in almışım. Bildim. Deyin gəlsin 2.4 40-dan sonra. Səhviniz varsa deyin. Yanıldım mənim. 46. 46. Bəli. Aha, baxın. Yazıb ki, 16-lıq say sistemində 7 var. Bunu 8-liyə çevir. Yoldaşlar, 7 elə 16-lıqda da 7-dir, 8-likdə də 7-dir. Yəni rəqəm olaraq. Heç bir şey dəyişmir. Yenə də 7 olaraq qalacaq. Bax, bunu 10-luğa çevirsək, 7 vur 16 üstə 0, 7 eləyir. 10-luqdadır. 10-luqdan 8-liyə keçəndə nə edirik? 8-ə bölürük. Görürsünüz, yenə 7 qalır. 8-ə tam bölünmür. Yəni 7, 8-likdə də 7-dir, 9-luqda da 7-dir, 10-luqda da, 11-likdə də, bütün say sistemlərdə 7-dir. Amma 8-lik say sistemindən yuxarı. Çünki zaten 8-lik say sistemindən aşağı heç bir say sistemində 7 yoxdur. Sonra? Neçə? 9. %57 8-lik say sistemindədir. Deyir, bunu 16-lıq say sistemini ifadə edir. Sahil, 8-likdən 16-lığa necə keçərəm? Vuraraq da mən bir bölərəm. Mən 8-likdən 16-lığa birbaşa keçid öyrətməmişəm, Sahil. Demişdim, 2 cür keçə bilərsiniz. Necə? Dəqiqə mən... Ya 8-likdən 10-luğa gəlməliyəm, 10-luqdan 16-lığa, ya da 8-likdən 2-liyə gəlməliyəm, 2-likdən 16-lığa. Keçən dəfə öyrətdim axı, 2-liyə birbaşa keçidir. Necə eləyirdik? 8-likdən 2-liyə keçid. Hələ dedim, kodlarını çalışın əzbərləyim. Hə? Sayı nətər eləyik? 8-dən 2-yə keçən nə eləyirdik? 2-li say sisteminə. Bölürüz də mənim 2-yə. Oxumamısan dərsi. Keçən dərsin videosuna baxıb oxumsan dərsi Sahil. Görmədim. Niyə? Səbəb nədə oxumamaqla? Keçən həftədən bura 5 gün vaxt keçib. 5 günə sən informatikəni yoxmamısan və bugün sən dərsə qoşulmuşsan. Neyini etdin dünən axşam evdə? Hə? Sahil, sən nənəm? Sənəm. Yaxşı, beni yoxmamısan, bilmirdin bugün dərsə qoşulasın. Bilirdim mən. Aha, dərsə qoşulasın, Orxa mənim deyəcək ki, yoxmamısan və bu sualın cavabını düşünmürdün, mən nə cavab verəcəm? Oxumamısansa, nətər yazmışsan testlərsən? Bu şeydən mən say sistemlərinə aid olaraq dedim mən. Bildim da, say sistemi mən keçən fi izah eləmişəm sizə. Sən desən, dərs oxumamışam. Belə şeydə mən video çalamışım. 1, 2, 4 yazırdıq qıraqda.
Baxırdıq, burada 5 ilə 7 rəqəm var. 5, bunlardan hansının cəmi ilə yaranır? 4 ilə 1-in cəmi 5 eləyir. 4-ün altına 1 yazıram, 1-in altına 1 yazıram. 2-nin altına 0 yazıram. Olur 101. 7, bu 3-ünün cəmi 7 eləyir. 4 üstə gəl, 2 üstə gəl 1, cəmi 7 eləyir. Ona görə hamısının altına 1 yazıram. Oldu 2-likdə. Mənə deyir, bunu 16-lığa çevir. 16-lığa çevirəndə 4-4 ayırıram. Və qabağını 2-dən 0 atıram ki, 4-dən olsun. Və sağdan sola doğru nömrələyirəm. 1, 2, 4, 8. 1, 2, 4, 8. İllər seçirdik burada. Burada hamısının altına 1 var. Deməli, üstünü cəmlirəm. 8, 4, 2, 1 cəm edir 15, yəni F. Buradan ancaq 2-nin altına 1 var. Buna yazıram 2. Olur 2F. Y variantı. Sonra deyim görək. Neçə? 54. 54. Evet. Bu ədədi 8-ci sayı sistemini ifadə edin. Turan, 2-likdən 8-liyə keçəni nə edirik? 4, 2, 1 yani. Ondan əvvəl nə edirdik? Ben 4'te 2 sayarım. 3 ayırırıq. Və 1, 2, 4 yazırdıq. 1, 2, 4. 1, 2, 4, 1, 2, 4. Bunların yerinə 0 artırırıq. İndi, burada ancaq 1-in altına 1 var. 1 yazıram. Burada 4 ilə 1-in altına 1 var. Cəmi eləyir 5. Burada 4 ilə 2-nin altına 1 var. 4 gəl 2 elə də 6. Burada 1-in altına 1 var, eləyir 1. Eləyir 1651. Bu da eləyir 8-likdə. Cavab olur C variantı. Sonra 61. 61, 60. 60. 1B16 ədədini onluq say sistemini ifadə edin. 16-dan onluğa keçən nə edirik biz? 16'dan onluğa keçəndə bölürük değil mi? Və 16-lıqdan onluğa 10'luktan 16'dan deyiz ben. birinci 10 sual verdim. Onluqdan 16-lığa keçəndə bölürük. Və 16-dan 10-luğa keçəndə 16'dan 10'luğa keçəndə müəllim görür. Yox ben Vururuq. Vurmalıyıq. 0, 1 yazıb hesablayırıq. 1 vur 16 üstü 1, eləyir 16. Üstə gəl. 11 vur 16 üstü 0, eləyir 11. Bu deyir 27. Cavab olur A variantı. Bunlar ən baş səviyyədir. Bunlar adi keçidlərdir. Sizin burada səhviniz çıxmalı deyil əslində. Hələ qabaqda siz 2.5, 2.6-da testlərdə nə eləyəsiniz? Adi bunlar çevirmələrdir. 2-dən 8-ə keç, 16-dan 10-larda bunu 1000 dəfə dedik da. 0, 1 yazıb hesablayırıq. Evdə dərs oxumayanda təbii ki, bunu gəlib mənə sual verəsiniz burada və təbii ki, nəticəniz zəif olacaq sizin. Belə olmazaq, evdə dərs oxumaq lazımdır. Da nə qədər deyim mən eyni şey. Yekə adamlarsınız, böyük uşaqlarsınız. İmtahan verəsiniz bir il sonra. Sonra deyin gəlsin. Başqa var? Başqa yoxsa keçirəm 2.4-ə. Deyin gəlsin. Bir, 2. Neçə? 1. 1. 35 indeksinə x üstə gəl 25 indeksinə x bərabərdir
62 indeksində x ifadəsinin doğru olduğu say sisteminin əsası müəyyən edin. Yoldaşlar, biz demişik ki, bir misalda əgər indeksdə x görərsinizsə, mütləq onluq say sisteminə çevirib x-i tapmalısınız. Yazıram 0, 1, 0, 1, 0, 1 və yazırıq 3 vur x üstü 1 edir 3x, üstə gəl. 5 vur x üstü 0, x üstü 0 1 deməkdir. 5 vur 1 edir 5, üstə gəl. 2 vur x üstü 1, 2x, üstə gəl. 5 vur x üstü 0, x üstü 0 1 deməkdir, 5 vur 1 5, bərabərdir. 6 vur x üstü 1, 6x, üstə gəl. 2 vur x üstü 0 eləyir 2. Üstə. 3x ilə 2x eləyir 5x. Üstə gəl. 5 ilə 5 eləyir 10. Bərabər 6x plus 2. İndi x-ləri bir tərəfə, rəqəmləri bir tərəfə çevirəm. Olur 6x çıx 5x eləyir x bərabərdir. 2 də bura keçənə mənfi olur. Ondan 2 çıxıram 8. Tapdıq ki, bu ifadə 8-lik say sistemindədir. İfadəsinin doğru olduğu say sistemi əsas müəyyən edin. Cavab olur A variantı. 2 də, 2 də, hətta 3-ün özü də 0, 1 yazıb onlara çevirib x-i tapırız. Hamısı eyni şeydir. Sonra neçə? 10? Yəni bu 3-4-ü də onun kimi yazacağıq da. 3-4 dedim. Daha 10-a. Bu da eyni şeydir da. 0, 1 yazırıq, hesablayırıq. 2 vur x üstü 1, 2x. Üstə gəl. 1 vur x üstü 0. X üstü 0, 1 demək. 1 1 vuranda 1. Bərabər. Buna da 0, 1 yazıram. 2 vur 6 üstü 1. Bu 6-lıq say sistemində onlara çevirəndə eyni şey edirik. 2 vur 6 üstü 1, 12. Üstə gəl. 5 vur 6 üstü 0, 6 üstü 0, 1 deməkdir. 5 vur 1 eləyir 5. İndi 2x bərabərdir. 12 üstə 5 yəni 17. Üstə gəl 1 var. Bura keçəndə olacaq mənfi. 17 çıx 1, 16. X bərabərdir 8. Cavab eləyir A variantı. Bir dəqiqə üstün zəhmət olmasa. Gəl. Gəl. Neresi olur ki? Az görürsün değil mi? Şeydir, bir də Oscar'da açmıyorduk da, bilməm nə. Ne mesela? Mən bir sənədə onun... Bilirəm, danışdın mı? Aha, nə deyir? Yəni bu orada təbii ki, gülü mənmədə açılmayacaq Oscar'da. Deyərdim, mən eyni şey dedim onlara. Dedi, oxumandı ki, Oscar'da açılmayacaq. Güllü müəllimədə yox dedim, Ofs proqramları açılmayacaq. Güllü müəllimədə bu dərsi deyəcək məndən sonra. Və yəni deyirlər ki, Ofs proqramları ümumiyyətlə açılmayacaq, Orxan mənim qrupuna gəlmir. O da sırf onu ad verib deyə. Onun adını verməyib, nə baş verib? Tələbə gəlib qeydiyyata bura. Gül müəllimədə danışdırıb. Tələbə götür, ödəniş eləmədən, qeydiyyatdan keçmədən Gül müəllimənin nömrəsini götürüb. Bir sözündən başlayırlar, söhbət eləməyə başlayıb. Mən deyirəm ki, siz mənim... Amma yönləndirib təzdən kursa, deyib ki, kursa qeydiyyatdan keçir. Bilirəm, hə, bizdə bu qız birinci fərdiyə qeydiyyatdan keçirmiş Gül müəlliməyə, qrupa yox. Onun Ofs proqramı var idi. Üstünə bir ay keçib bunun. Komputer dərslərini çevirmişik. Yenə də fərdi istəyirəm, qrup istəyirəm. Bunlar deyir ki, ay qardaş, başa düşdük. Elə ki, Nərman müəllim, Cəbrayıl müəllim necə sırayla? Mən indi mənim sıramdır, mənim qrup açılır. Deyirlər ki, bir də Qorxan müəllim sırasıdır, onun qrupudur. Ya da istəyirsən, otur gözlə. Başa düşdük, məsələ budur. Bu da bilməm nə deyir. İndi o tezən sən nə deyirlər? Mən danışdığımda hər şeyi. Sözün yolu dedim. Nə problemi? Bunlar niyə elə şey deyirlər? Desinlər ki... Tələbə deyirlər ki, yəni Ofs proqramları açılır, şeydir, kompüter, o da Orxan müəllimin sırasıdır, ona gəlib keçirir. Şudur. Başqa nə, yəni, Cəbrayıl müəllimə tələbə gəlir, bu dəqiqə onun sırasıdırsa, neyini biz deyir ki, Ağamir müəllim qrupuna, onunla qeydiyyatdan keçirik də. Deyirsə ki, Nərman müəllimin adına gəlmişəm və ya Ağamir, deyirik gözlə onunla. Otur gözləsin Gül müəllimin qrupuna. Demirik ki, qrup verməyəcək, başa düşdünüz? İkincisi ki, özümü Gül müəllimdən çox istəyirəm. Mən heç kim vecimə deyil, özüm yığıram qrupu. Qutardı getdi. Hə, sonra deyin gəlsin. Neçəyə baxaq? 21-ə.
Bunları hamısını düz yazmısınız? Normal ben izahına bakmışım da. Nəyə? İzahına ben burada da bunları denemek için götürəcəyik. Yani 0101 Aha. sonra da 106'da 16 beraberliğine müəyyən edəcəyik. Burada da yani, burada bir de şey daha burada hamısını 16 kimi götürəcəklər. 16 nədir? 16 sayısının içinde o 106'yı beraberləşdirəcəyik. Sahil bayaq dedim, üstündən 3 dəqiqə keçib. Dedim, hamısını 0-1 yazıb, onluğa çevirirsiniz. Hamısını 0-1 yazırsınız, 0-1 yazıb, onluq say sistemini çevirirsiniz və x-i tapırsınız. Şimdi bunlar da projeler biri x'e oranında x1x eləyək. Yəni 0'da da x'e oranında yəni o da 5 müddədir sayılır. 1x plus 1x yox 1 3 vur x üstü 1 edir 3x. Üstə gəl. 5 vur x üstü 0. X üstü 0 1 deməkdir. 5'i 1'ə vuranda 5. Üstə gəl. 2 vur x üstü 1 2x. Üstə gəl. 2 vur x üstü 0. X üstü 0 1 deməkdir. 2 vur 1 edir 2. Bərabər. 1 vur 16'nın kvadratı 256. Üstə gəl. 0 vur 16 üstü 1 edir 0. Üstə gəl. 6 vur 16 üstü 0. 16 üstü 0 1 deməkdir. 6'nı 1'ə vuranda 6. 3x 2x eləyir 5x. Üstə gəl. 5-dən 2 cəmi 7 bərabər. 262. 5x bərabərdir. 262-dən 7 çıxanda 255. X bərabərdir 51'ə. Cavab olur 51B variantı. 51'i say sistemindədir. Başqa var? 21'ə qədər. Başqa. Turan, yazmısan testlərin hamısını? Böyle bir de aklımdan altını şaşırıyorum. Necə? Bunu yazmış ama bir de aklımdan altını şaşırıyorum. Axırıncı nədir? 2.5. Hə. 21'ə baxaq. Müxtəlif say sistemləridir. Hamısını onluq say sisteminə çevirməliyik. Bunu da onluğa çeviririk. Bunu da onluğa çeviririk. Bunu da onluğa çeviririk. Sahildən görüb bunları onluğa necə çevirəcəm? Normalde. Benim ya 2.816'lı ya onluğa çevirəcəyik mənim. Ya yox, deyirəm ki, müxtəlif say sistemlərinin vurulması, toplaması deyə hamısını onluğa çevirəcəyik. Necə çeviririk onluğa? Bəyəkçi kimi eləyəcək də, yəni 0-1-2. Denən yazın. Bunu nə yazın bura? Birinci mənim 0-1-2. Aha. 0-1, siz də 0-1. Sonra? Biri vurur ki, yəni 1-2'ye vuran eləyəcək elə 2 mənim. Bunu necə yazacam? Denən görüm. Onu mənim. 1 vur 2'nin kvadratı. Üstə gəl. 0 vur 2 üstü 1 eləyir 0. Üstə gəl. 1 vur 2 üstü 0. 1'i 2'nin kvadratına vuranda 4. Üstə gəl 0. Üstə gəl. 2 üstü 0 1 deməkdir. 1'i 1'ə vuranda 1. Eləyir 5. Buranı aldım 5. Vur olsun. 1 vur 8 üstü 1. Eləyir 8. Üstə gəl. 2 vur 8 üstü 0. 8 üstü 0. 1 deməkdir. 2'yi 1'ə vuranda 2. Eləyir 10. Üstə gəl. 1 vur 16 üstü 1. Eləyir 16. Üstə gəl. 2 vur 16 üstü 0. 16 üstü 0. 1 deməkdir. 2'yi 1'ə vuranda 2. Eləyir 18.
5-i 10-a vuranda 50, 50 üstə gəl 18, 68. Biz bunu tapdıq onluq say sistemində. Bizdən istəyir ikilikdə. Aldığımız 68-i 2-yə bölə-bölə gələcək. 68 böl 2. 34 dəfədir. Çıx 68 eləyir 0. 34-ü bölürəm 2-yə. 17 dəfədir. 34 qalır 0. 17-ni bölürəm 2-yə. 8 dəfə 2 edir 16. Qalır 1. 8 bölürəm 2-yə. 2 dəfə 2 elədi 4. Daha sonra 4 dəfə 2 elədi 8 qalır 0. 4 bölürəm 2-yə. 2 dəfə 2 elədi 4 qalır 0. Axırda 2-ni bölürəm 2-yə. 1 dəfə 2 qalır 0. Sonuncu qismətdən birinci qalığa doğru yəni yazıram. 1, 0, 0, 0, 1, 0, 0. 1100. 1100 cavab olur C variantı. Ay müəllim, bir söz soruşacağım. Siz o video dediyiniz, o say sistemləri deyirdiniz də, laf başdakı video. Onu mu deyirdiniz? Ona mən baxmışım da mən. Keçən dərsin videosunu deyirəm. Keçən dərsin mən. Sonra 27. Bu bərabərinə əsasən n-i müəyyən edin. Yenə də məhsul var, n var. Elə ki, x necədirsə bu da elədir. Yenə onluğa çeviririk. 0, 1, 2. 0, 1, 2. 1 vur n-in kvadratı. N kvadratı. Üstə gəl. 6 vur n üstü 1. 6n. Üstə gəl. 0 vur n üstü 0. Eləyir 0. Bərabərdir. Yəni, bunu mötərizəyə alırıq. Sanki bu bir x-dir. Elə baxır. 1 vur n plus 1-in kvadratı. Üstə gəl. 3 vur n plus 1 üstü 1. Üstə gəl. 3 vur n plus 1 üstü 0. İndi, buranı olduğu kimi saxlayıram hələ. N kvadratı üstə gəl 6n üstə gəl 0. Bunda 1 vur n üstü 1-in kvadratı elə n üstə gəl 1-in kvadratı eləyir. Buna müxtəsər vurma düsturunu açırıq. Riyaziyyatda müxtəsər vurma düsturunu bilmirəm. Bilirsiniz ya da öyrənəcəksiniz. Mən bilmiş varsayıram, ona görə birbaşa deyirəm. N-in kvadratı üstə gəl. 2AB olur da. 2n1, yəni bir-birinə vururam. 2 vur, n vur 1. 2n üstə gəl 1-in kvadratı. Yəni birincinin kvadratı. Üstə gəl 2 vur, birinci və ikinci 2n eləyir. Üstə gəl ikincinin kvadratı. Üstə gəl. 3 vur n, 3n. Üstə gəl 3 vur 1, 3. Bu da n plus 1-in üstü 0. Nəyin üstündə 0 varsa o 1 deməkdir. Bunu zaten bilirsiniz. Məsələn, 8 üstü 0 1 deməkdir. 3 vur 1 eləyir 3. Yəni üstə gəl 3. Aha. Burada zaten 3 ilə 3-ün cəmi 6 eləyir. Birbaşa bunu buraya yaza bilərik. İndi n kvadratı. Üstə gəl 6n. Üstə gəl 0 yazmıram daha. N kvadratın bu tərəf keçsim olacaq çıx n kvadratı. Müsbət 2n. Müsbət 3n edir, müsbət 5n. Bərabərliyin sonuna keçirsəm olacaq mənfi 5n. Sonra 1, 6 cəmi eləyir, müsbət 7. Bərabərliyin sonuna keçəndə mənfi 7 olacaq. Bərabərdir. 0. N kvadratlar gedir. 6n-dən 5n çıxıram. Qalır neçə n? N. Adi n qalır. Çıx 7 bərabər 0. N də bərabərdir 7-yə. Cavab olur E variantı. Sonra başqa yoxdursa keçək 2.5-ə. 2.5-də varmı? 6. 6. Turan, elə bil ki, bu hansısa bir ədəddir, üstünə 0, 1, 2 yazıb onluğa çeviriblər. Bax, 8-in kubunu nəyə vurub? 2-yə. Bax, burada ən böyük qüvvət neçədir? Turan, 3.
0-dan 3-ə qədər nömrələyirəm. 0, 1, 2, 3. Bax 8-in kubun qabağına nə yazıb? 2. Deməli bu 2 vur 8-in kubu olub da. Düzdür, bax burada 2 olub. Kvadratın yanında nə yazıb? 3 yazıb. Deməli bunun altında 3 var imiş. 1-in yanında nə yazıb? 2 yazıb. Deməli burada da 2 var imiş. 0-ın yanına nə yazıb? 4 yazıb. Burada 4 varmış. Bax elə bil ki bu 8-likdədir. 8-lik say sistemindədir. Onlara çevirəndə nə edirik? 2 vur 8-in kubu. Bax yazılıb. 3 vur 8-in kvadratı. 2 vur 8 üstü 1. 4 vur 8 üstü 0. Olur 2324. Aydındır Turan. Bəli. Sonra Turan var, başqa denən gəlsin. 23. 23. Bəli. Baxaq 23-ə. Deməli, Həsən öz yaşı haqqında aşağıdakı fikirləri söyləmişdir. Mənim hal-hazırda 52 yaşım var. Bax, Həsənin 52 yaşı var. Və bundan 23 il əvvəl 25 yaşım olanda, yəni 52-dən 23 çıxanda 25 yaşı var imiş. 23 il əvvəl. Universiteti bitirmişəm. Həsən öz yaşını hansı say sistemini ifadə etdiyi müəyyən edin. Bax, bilmirəm hansı say sistemidir. Hamısının altına x atıram. Say sistemini bilmirəm. Hansındadır. Hamısının altına x atdım və onluğa çevirəm. 0, 1, 0, 1, 0, 1. 5 vur x üstü 1, eləyir 5x. Üstə gəl. 2 vur x üstü 0, x üstü 0, 1 deməkdir. 2 vur 1, 2. Çıx. Mötərizə açıram, çünki bu ikisinin ortasına toplama olacaq. Burada mənfi var deyə mötərizə açdım. 2 vur x üstü 1, 2x. Üstə gəl. 3 vur x üstü 0, 3. Bərabər. 2 vur x üstü 1, 2x. Üstə gəl. 5 vur x üstü 0, eləyir 5. 5x. Üstə gəl 2. Çıx 2x. Çıx 3. Bərabərdir. 2x plus 5. İndi 5x-dən 2x çıxıram. Qalır 3x. 2-dən də 3 çıxanda qalır mənfi 1. Bərabərdir. 2x plus 5. 2x bura keçir. Sol tərəfə olur mənfi. 3x-dən 2x çıxanda qalır x. Bərabərdir. Mənfi 1 bura keçəndə olacaq müsbət. 5 üstə gəlir, edir 6. Deməli, 6-lıq say sistemindəymiş. Tapdıq cavabı D variantı. Sonra 30. neçə? 30. Yaxşı, baxaq. Onluq say sistemə verilmiş 8 üstü 9 ədədini 16-lıq say sistemində ifadə edin. Bax, onluq say sistemində 8 üstü 9 verir mənə. Mən bu 8 üstü 9-u oturub 2 saat birbirine vursam, baxın 2, 3, 4, 5, 6, 7, 8, 9 134 milyon 217 min 728 eləyir. Sonra mən bu zaten onluqda verir, üz üstdən. Bunu onluqda verir, 8 üstü 9-u. Mən, düzdür, əslində 8 üstü 9-u hesabladım. 4, 5, 6, 7, 8, 9. 134 milyon 217 min 728-dir. 8 üstü 9. Bunu 16-lıq say sisteminə çevirmək üçün mən 16-ya bölə-bölə getməliyəm. Zaten bunu imtahanda eləməyiniz qeyri-mümkün bir şeydir. Yəni, çox vaxtınız gecir. Ona görə bunun rahat yolu var. Ne edirsiniz? 8 üstü 9 ədədini 2 üstü ifadəyə gətirirsiniz. 8 üstü 9 2 üstü nəyə bərabərdir? 8 2-nin kubudur. Yuxarıda bir dənə 9 var. 3 ilə 9-u bir-birinə vuranda eləyir 2 üstü 27. Deməli, bu 8 üstü 9 nəyə bərabərdir? 2 üstü 27-yə bərabərdir. İndi mənə deyir ki, 2 üstü 27 ədədini 16-lıq say sistemində ifadə edin. Bunun iki yolu var. Birinci yol
nədir? İkinci yol nədir? Birinci yol, açın qayda dəftərinizi bir dənə, yazın. Yazın ki, onluq say sistemindəki iki üstlü ifadəni ikili say sistemindəki yazılışında onluq say sistemindəki iki üstlü ifadənin ikili say sistemindəki yazılışında qüvvət qədər 0 olur. Qüvvəti qədər 0 olur. Bir dənə 1 olur. Qüvvət qədər 0 olur, bir dənə 1 olur. Yəni, bu birisi nə deməkdir? 2 üstü 4-ü onluqdadır. Mən ikiliyə çevirmək üçün oturub 2 saat bölməyə ehtiyacım yoxdur. Qüvvəti qədər 0 var. 1, 2, 3, 4. 4 dənə 0 var. Bir dənə 1 var. Yəni, 2 üstü 4 ədədini mən ikili say sistemində yazmaq istəsəm, 4 dənə 0 var, bir dənə 1 var. Bu, siz niyə belədir? Çünki bu 2 üstü ifadədir. 2 üstü ifadəni ikili say sisteminə birbaşa çevirmək olur. İndi, məsəl üçün, deyə bilərsiniz ki, müəllim, onluq say sistemində 8 üstü nəyiz? Bəs hansı ifadəni 8-liyə birbaşa çevirərik? Onda da 8 üstü ifadə olmalı. Bax, yazıram 8 üstü 4. Bu da onluqdadırsa, bunu mən ikiliyə birbaşa yox, 8-liyə birbaşa çevirə bilirəm. Eyni şeydir. Oy, bir dəqiqə. Eyni şeydir. Necə ki, 2 üstü ifadəni ikiliyə çevirəndə qüvvət qədər 0 olur, bir dənə 1 olursa, burada da eynidir. Qüvvət qədər 0 olur, bir dənə 1 olur. Bax, bunun 8-li say sistemindəki yazılışı budur. 8 üstü 4-ün 8-li say sistemindəki yazılışı bir dənə 1, 4 dənə 0-dır. Bu 16-lığa da aiddir. Bax, 16-lıq say sistemində deyək ki, birbaşa keçid olması üçün yazıram 16 üstü 5. Bunu deyir, bu onluqdadır, onluq say sistemində. Deyir, bunu 16-lıq say sisteminə çevir. Yenə, qüvvəti qədər 0 var, bir dənə 1 var. 16-lıq say sistemindəki qarşılığı budur. Deməli, 16 üstü ifadəni 16-lığa birbaşa keçirə bilirəm, 8 üstü ifadəni 8-liyə birbaşa çevirə bilirəm, 2 üstü ifadəni də 2-liyə birbaşa keçirə bilirəm. İndi, mən burada nə aldım? Aldım ki, 8 üstü 9, 2 üstü 27-dir. Deməli, mən bunu 16-lığa çevirəmsə, bu 2 üstü 27 ədədini 16 üstü ifadəyə gətirsəm, sürətli formanı tapacam. 2 üstü 27 ədədini 16 üstü ifadəyə gətirmək üçün nə edirsiniz? 16 2 üstü neçədir? 2 üstü 4. Bax, bura 2 üstü 4 yazıram. Sonra baxıram ki, mən 4-ü nəyə vursam, 27-yə yaxın rəqəm edər. 4-ü 6-ya vursam, düzdür? Yəni, bax, bunu belə yazsam, 4 vur 6, 24 edir. Yəni, 2 üstü 27-nin 2 üstü 24-ü buradadır. Çünki 16 üstü ifadə kimi yazmaq istəyirəm. İndi, 27-dən 24 çıxana qalır 3. Yəni, 2 üstü 3 qalır. Yazıram, vur 2 üstü 3. Bu da nə edir? 2 üstü 4, 16-dır. Yəni, 16 üstü 6 vur. 2 üstü 3 də 8-dir. Всё. Nə aldım? 16 üstü 6 vur 8. Yəni, 16 üstü 6, bax, tək belə olsaydı, 16 üstü 6, necə olacaqdı? Bayaq dedik axı, bu onluqdadır. 16-lığa çevirsək, qüvvəti qədər 0 olur. 6-dən 0, bir dənə 1 olur. İndi, bax, 16 üstü 6-da sanki 6-cı qüvvətin yanına bura vur 8 yazmışıq. Yəni, yenə də 6 dənə 0 olacaq. 1, 2, 3, 4, 5, 6. Amma əvvəldəki rəqəm 1 olacaq. Bir dənə fərqi budur. Əvvəldəki rəqəmə, üzr istəyirəm, 1 yox, 8 olacaq, 8. Çünki 8 yazılır. Təkcə 16 üstü 6 olanda 1 olur, amma 16 üstü 6-ın yanında hər hansı bir rəqəm yazılsa, artıq həmin rəqəm qoyuruq ən əvvələ.
Sonra 34. otuz dörd. Daha 34'ə. A bərabər 121, indeksini x bərabərinə əsasən A ədədini x plus 1'lik say sistemini ifadə edin. Baxın, bu hal-hazırda bir say sistemindədir, bilirəm hansı say sistemindədir. Mən bu ədədi, bax, x-lik say sistemindən x plus 1'lik say sisteminə çevirmək üçün nə edəcəm? Yəni, düşünün ki, burada 8 yazılıb, burada 16 yazılıb. 8-likdə 16'ğa keçmək üçün nə edəcəm? Birinci 10'luğa gətirəcəm, sonra 16'lığa çevirəcəm. Və ya birinci 2'liyə gətirəcəm, sonra 16'lığa. Və ya bura 9 yazıram, bura 17 yazıram. 9'luq say sisteminə 121 verib, deyir 17'likdə tap. Mən nə edəcəm? 10'luq say sisteminə çevirəcəm. Çünki mən bir dənə bildiyim 10'luq say sistemində əsas. 9'luqdan 10'luğa çevirəcəm. Sonra 10'luqdan 17'liyə. Burada da eynidir. Birinci bu ədədi x-lik say sistemindən 10'luğa çevirəcəm. Sonra aldığım ədədi x plus 1'lik say sisteminə çevirəcəm. Yəni 10'luqdan x plus 1'liyə çevirəcəm. Belə gələcəm. Gəlin baxaq. Yazıram 0, 1, 2. 1 vur x-in kvadratı. X kvadratı. Üstə gəl. 2 vur x üstü 1. 2x. Üstə gəl. 1 vur x üstü 0. Edir 1. Aha. Bax, bunu mən tapdım 10'luq say sistemində. Bu bilin ki, 10'luq say sistemindədir. Və bu yazılış yoldaşlar. Bunu mən bağlamaq istəsəm, müxtəsər vurma düsturunda hansı olacaq? X plus 1'in kvadratı deməkdir bu. Yəni, x plus 1'in kvadratı müxtəsər vurma düsturunda bu açılışı verir. Yəni, bax, burada aldığım əslində x plus 1'in kvadratıdır. Dədə-baba qaydasına görə, müxtəsər vurma düsturuna görə onun qaydasıdır. Yəni, mən nə tapdım? 121 indeksinə x. Onlara çevirəndə nə aldım? X plus 1'in kvadratı 10'luq say sistemində. Və 10'luqda bunu aldım. İndi mənə deyir ki, bunu x plus 1'lik say sisteminə çevir. Biz 10'luqdan başqa say sistemləri keçənə nə edirik? Belə gedirik, düzdür? Yəni, x plus 1'in kvadratını, bəlkə sizə qəribə gələcək biraz, böləcək x plus 1'ə. Bax, burada aldım x plus 1'in kvadratı 10'luqda, x plus 1'ə çevirəcəm. Biraz bu sizə qəribə gələ bilər ki, necə olur? Belə bir şeyi bölmək olurmu? Olur. Baxın, yoldaşlar. Bax, gəlirəm bura. 8'in kvadratını 8'ə bölürəm. Normalda 8'in kvadratını 8'ə bölmək üçün mən nə etməliyəm? 8'in kvadratının içində 8 neçə dəfədir? 8 dəfədir, düzdür? 8 8'ə vuranda eləyir 8'in kvadratı, eləyir 0. Təzədən 8 ilə bir dənə 8'ə bölürəm. 1 dəfə 8 edir 0. Düzdürmü? Cavab nə olacaq? 1, 0, 0, yəni 100. Bax, bu da eyni şey. Bax, bu da eyni şey. X plus 1'in kvadratının içində x plus 1 neçə dəfə olacaq? Özü qədər. Necə ki, burada 8'in kvadratını 8'ə böləndə içində 8 dəfə idi. 8 8'ə vurduq, 8'in kvadratı elədi. Deməli, bu da elə x plus 1 qədərdir içində. X plus 1'i də x plus 1'ə vuranda eləyib x plus 1'in kvadratı. Bundan bunu çıxırıq, qalır 0. Bax, burada necə ki, 8 qaldı, 8 8'ə böldüm. Burada x plus 1 qaldı, bir dənə bunu x plus 1'ə bölürəm. Çünki görürsünüz, eynidir, içində var. Bir dəfədir içində, eləyir x plus 1. Bundan bunu çıxanda eləyir 0. Всё, oldu 100. 1, 0, 0. Turan, sualın varsa ver. Aydın ne Turan? Neçə? 42. 42'ye kadar var. Evet. Bilen dursun.
Baxın 42-yə. Bunu yazmışsan Turan 37-ni. Hə? Onu saxlamışam, biraz da uzun baxacağım. Nətər? İndi birazdan baxacağım. Onu axıra üçün baxamadım. Niyə baxamırsan? Bax, deyir, onluq say sisteminə verilmiş ədədin n-dən asılı olaraq kanonik yazılışı aşağıdakı formadadır. Verilmiş ədədi n plus 1-lik say sisteminə çevirir. Bax, bu onluq say sistemindədir. Və n-dən kanonik asılıdır, yəni n 10-a bərabərdir. Yəni n-i yerinə 10 qoyarsan. 2 vur 10-un kvadratı, üstə gəl. 8 vur 10, üstə gəl 9. Eləyir 289. Bu 289 deməkdir, bax bu. Mənə deyir ki, bunu n plus 1-lik say sisteminə çevir. N 10-dursa, 10 üstə gəl 1 neçə eləyir? 11. Deməli, 289-u 10-luqda nəyə çevirməliyəm, Turan? 11-liyə. Aydındır? 11-ə bölürsünüz. Aydındır? Asan sualdır bu. Sonra 42. Bizdə bunları silin bir dənə. Hə, 42. Yazıb 66-ın kvadratı onluq say sistemi verilmişdir. Bu ədədi 16-lıq say sistemi ifadə et. İndi sən deyən görün, necə yazaram? Turan bunu. 2 üstü qüvvət kimi. Necə? Aha, olar. Bunu 2 üstü qüvvət kimi necə yazaram? 2 üstü 4 vurur. Yox, 66-ı parçalamalıyam. Necə parçalayam? 2 üstü 4 yoxsa 2 üstü 6? 2 üstü 6 üstə gəlir. Ay, sol. Yəni 64 üstə gəl 2-nin nəyi? Kvadratı. Düzdür? Hə. Elə ki, bu ikisinin kvadratı ver. Sonra nə edərəm? 16'lara çevirir. 16 üstü bir dəqiqə. 16'lara gətirirdi. Sonra 16 üstü qüvvətlə. Bunu müxtəsər olma düstur kimi açarıq da. Bax. Birincinin kvadratı, yəni 2 üstə 6-ın kvadratı edir 2 üstə 12. Üstə gəl. 2 vur birinci ilə 2, yəni 2 vur. 2 üstə 6 vur 2. Yəni 2AB. 2-ni buna vururam, sonra buna vururam. Eləyir 2 üstə 8. Üstə gəl. İkincinin kvadratı. Yəni 2 üstə 2. İndi bir dəqiqə. Bizə neçəlikdə istəyir? 16-lıqda. Bunu 16 üstü qüvvətə gətirməliyəm. Birinci 2 üstə 12-ni gətirirəm. Yazıram bura 2 üstü 4. Mən 4-ü nəyə vursam 12 eləyər? 3-ə. Deməli 3 alıram. Eləyir 16 üstü 3. Bax bunu tapdım 16 üstü 3 deməkdir. Bax bu. Yine bunu çevirəm. 2 üstü 8. Buraya yazıram 2 üstü 4. 16 olması üçün. Neçə vuracam Turan? 2'ye. Eləcək 16-nın kvadratı. Yəni üstə gəl 16-nın kvadratı. Üstə gəl. Burada bir dənə bizə nə qaldı qıraqda? 4. Bunu zaten çevirə bilmirəm. Elə 4 kimi saxlayıram. İndi bizim ən böyük qüvvətimiz neçədir burada Turan? 3'dür, düzdür? Qıraqda yazıram 0, 1, 2, 3. 3'ə qədər. 16 üstü 3. Nə yazacam? 16 üstü 3'dürsə. 3'ün üstündə 3'ün 16. Necə? Bir yazacam da. 16 üstü üçün yanında yoxdur axı 1 olacaq bu. Bu da 1'dir. 16 üstü 2'yə də 1 yazıram. Dedik axı qüvvət varsa altına 1 yazırıq. Bax fikir versən bizdə 1 yoxdur burada. Yazıram 0. Ən axırıncıda nə var? Təkcə 4 var. Yazıram 4. Yox 4. Bu rəqəmi özünü saxlayıram. Bu rəqəm 16 üstü C demək deyil, özü qalır. Olur 1104. C variantı. Aydındır? Sonra həmişə bu belə artıq qalan ən axıra atılır. Belə rəqəm qalsa ən axıra atılır sonu. Özür dilərim. Bayaq yazdığımız kimi qüvvətdəki qədər sıfır artır qafana bir qoymuyoruz burada. Nətər? Bayaq sual izah elədirsən mənim. Hə. Qüvvətdəki qədər sıfır yazıyı qafana da bir qoyuruq. O ikili say sistemində deyəndə olur. Burada hə 16-nı deyirsən, ona ehtiyacımız yoxdur axı bizim burada. Burada başqa bir şey soruşur.
burada başa düşdün nə deyirsən? Onu o vaxt eləyə bilərdik ki, Sahil. Biz 66-ın kvadratını birbaşa 16 istifadə kimi yaza bilərdik. Məsəl üçün belə. 64-ün kvadratı. Belə olsa rahat olardı. 64 2 üstə 6 deməkdir. 2 üstə 6 burada da 2 eləyir 2 üstə 12. İndi 2 üstə 12-ni 16 istifadəyə gətirmək üçün yazıram 2 üstə 4. Burada da 3. Bu da eləyəcəkdir 16 üstə 3. Bunu birbaşa yazardım. 3 dənə 0, bir dənə 1 16-lıqda. Amma burada belə deyil axı. Bizə 66-ın kvadratını verir. 66-ın kvadratını mən birbaşa çevirə bilmirəm. Mütləq parçalamalıyam. 64 plus 2 kimi. Başa düşdüm. Başqa var Turan? 50-yə qədər dedin yazmısan. Yoxdur? Yəni yeni mövzu keçəcəm yoxsa? Yox. Bir dənə gözləyim sizə dəqiqə. Alo. Yox yoldaşlar. Evə nə verirəm sizə? 2.5-i axıra qədər işləməyi eşidirsiniz hamınız? 2.5-i axıra qədər işləmək dərsimiz nə vaxt bitsin? 5-ci gündə 2.5 axıra qədər işləmək. Bir də 2.6-dan görün 2.6 neçədəndir? Bu biraz çətindir 2.6. Bunun videosunu atacağım sizə. Yəni gözləyim baxın. 2.6-da 40-a qədər verirəm. Yaxşı? 2.5 axıra qədər, 2.6-nı 40-a qədər. Bu gün dərs keçmirik, dərsimizi yekunlaşdırırıq. Çünki say sistemin tam bitirməmiş keçə bilmərik. Bundan sonraki mövzu rahatdır, qurğular dərsidir. Biraz çətin mövzu, misal olaraq bu 2.5-in axırı ilə 2.6-dadır çətin testlər. Qalanları rahat olacaq. Sualınız varsa buyurun, yoxsa yekunlaşdıraq? Yoxdur. Yaxşı, oldu o zaman, hələlik. Görüşərik inşallah. Sağ olun. Sağ olun.